paranoid şəxsiyyət pozuntusudur. Belə dünən seansların birində bunun şahid oldum ki, kişi paranoid xəstəliyindən əziz çəkir. Məsələn, qadından daim şübhələnir. Daim şübhələnir. Sən kimlə danışırsan? Qısqanclıq deyil o. Qısqanclığın bu normal hal deyil ha. Məsələn, qısqanclıq bəzən çox istəməkdən olur. Yoldaşını qoruyur. Bir də var, yoldaşına böhtan atır. Şər atır. Sən kimlə ünsiyyətin var, kimlə danışırsan? Sən kiməsə əlaqən var. Bu artıq paranoid şübhə yaşayır da. Hər şeydən şübhələnir. Axı ailədə də nə qədər şübhə olar? Şübhə olduqda insan bezir də. Daim bunu kontrol eləmək, daim şübhələnmək, daim incitmək, daim təhqir eləmək. O şübhədən yaranır təhqir. Cürbəcür nalayiq sözlər, cürbəcür ağır ittihamlar xanımına. Sən beləsən. Sən nəsə həm planın var, sən nəsə məndən boşanıb sırada ərə getmək istəyirsən, kimsə nəsə nəzərində var. Başlayır cürbəcür ağır sözlər xanıma deməyə. Xanım da bir dəfə, iki dəfə düzə bilmir. O da faciəyə gətirib çıxır. Bəli. O da axırı normalda boşanmadır da. Deyirəm mən bunu düzə bilmirəm. Bu ancaq məni günahlandırır, məni kiməsə bağlayır, məni kiməsə qarşı bu ittihamlar sürür, şər böhtan atır. Boşanmalardan sonra da davam edir o məncə. Bu bəzən boşanmadan sonra deyirsən, bəli deyirsən kiməsə hərəkət edirsən, həm planın bu idi. Boşanmadan sonra da rahat buraxmır görürsən. Bu insan gedib özü müalicə eləməlidir.